xatırladan görünüşü ilə fərqlənən günəbaxanlar çiçək açaraq təbiətə xüsusi gözəllik qatır. Təkcə estetik görünüşü ilə deyil, həm də kənd təsərrüfatında və ərzaq istehsalında mühüm əhəmiyyət daşıyan bu bitki hazırda yetişmənin ən gözəl dövrünü yaşayır. Hər il mən bu işlə məşğulam, həm bostançılıqla, həm əkinçiliklə, həm belə də əlimizdən gələni ailə aşağı bunlarla dolandırırıq biz. Keçən ayın 6-sında buranı mən şumlatmışam, əkdirmişəm. Bir mən bunların toxumunu hər cəyə 2 dənə toxum əkmişik, 2 dənə. Onlar cüərib yerdən çıxanda bir daha bunun çağın vurmuşuq, özümüzdə deyək ki, adam tutmuşuq, vurdurmuşuq. Ondan sonra da çox işkindi, bu hala gəlib çıxıbdır. Həm toxumu götürürük, həm də bazara çıxardırıq. Likətdə də gəlib alan olurlar, yoldan da gəlib alıb eləyən olurlar. Günəbaxan gündəlik həyatımızda geniş istifadə olunan qiymətli məhsuldur. Onun tumu qida kimi istehlak edilir, toxumundan əldə olunan yağsa mətbəximizin əsas bitki yağlarından biridir. Emaldan sonra qalan qabıq və digər qalıqlarsa heyvandarlıqda yem əlavəsi, üzvi gübrə və bəzi hallarda yanacaq kimi də istifadə olunur. Çox məhsuldar bir şeydir. Yəni avqustun sonuna kimi bunu becərib, ərsə gətirib məhsulunu götürəcəyik. Bir ay bundan öncə əşliyib bu məhsul. İnşallah avqust ayının sonuna məhsulu yığarıq. Özümüz toxumu götürürük. Yəni gəlası ilə tədarük edirik. Yenidən bir də əkirik, becəririk. Təbiət insanlara nadir sovqatlar bəxş etməklə özü də elə onun qayğısına qalır. Günəbaxan çiçəkləri parlaq və gözəl olduğu kimi insan orqanizmi üçün faydalı maddələrin də zəngin mənbəyidir. Bu bitkinin təzə ləçəklərindən hazırlanan dəmləmə iştahın artırılmasına kömək edir, xırda dilə bənzər ləçəkləri qızdırma salıcı vasitə kimi istifadə olunur. Yağındansa oynaq ağrıları, bronxit və öskürək zamanı kompleks şəkildə tətbiq edilir. Günəbaxan zəhmətlə yetişdirilən, bol məhsulun müjdəçisi sayılan və hər hissəsi faydaya çevrilən dəyərli bitkidir. Bir neçə həftədən sonra isə bu sarı çiçəklər yerini yetişmiş tumlara verəcək. Təbiətin bu səxavətli payını isə toplamaq zamanı yetişəcək.